Elman Nəsirov bildirir ki, prezident ailəsinin görüntülərini görəndə özümü çox pis hiss edirəm. Sualım sənədir və sənin kimi 125 dənə qoyunadır. Bəs müxalifət camisinin şantaj eləyəndə, yataqlarına burnunuzu soxanda, kamera qoyanda, bizim anamızı söydürəndə, uşağımızı söydürəndə, keçmiş həyat yoldaşımızı söydürəndə utanmırsınız? Ay vicdansızlar, ay qanı pozuqlar. Bu işlərlə məşğul olduğunuza Azərbaycanda uşaq pulu verin. Azərbaycanda tənha analara dövlət proqramı ayırın. Azərbaycanda qazilərimizin həyat şərtlərini yaxşılaşdırın, onları müalicəyə göndərin. İlham Əliyev nə qədər beləncə bekar işlərlə məşğul olacaqsınız, hə? Bu günləri Ermənistanın yerinə 1 milyard pul verən İlham Əliyev neçə dənə qazını ayağa qaldıra bilərdi? Nə qədər şəhid ailəsinə kömək eləyə bilərdiniz? Nə qədər uşaq pulunu bərpa eləyə bilərdiniz, hə? Sual edirəm, siz bizdən deyilsiniz, bunu anlamaq elə də çətin deyil. Sizin 125 dənə o qoyun oturur Milli Qocalar evində. O Milli Qocalar evi ancaq Azərbaycan xalqının əleyhinə işləyir. Azərbaycan xalqının lehinə bir dənə qərar çıxartmamışsınız orada. Ancaq yaltaqlıq, məhdaqlıq, yalandan durub prezidentə, onun ailəsinə əl çalmaqla məşğulsunuz. Siz necə insansınız? Qurban olduğuma nə cavab verəcəksiniz? Bu qədər insanları əzmək olmaz, bu qədər insanların günahını almaq olmaz. Nə istəyirsiniz ki? Sizə hər şey olar, bizə heç nə olmaz. Gedin, dalımıza şillə vurun.